15-ci sualdan baxırıq. Fx bərabərdir loqaritm tangens pi bölü 3. Artıq biz tangens 60 dərəcənin kökdə 3 olduğunu bilirik. Birbaşa yerinə də qoya bilərik. X kvadrat üstəgəl 4x üstəgəl 13. Baxın, funksiyanın qiymətlər oblasından bağlı, bəli, müxtəlif suallar düşür də loqaritmada. Burada yanaşmamızı necə düzəldəcəyik? Birinci, yadda saxlayın ki, ən kiçik qiymət ya da ən böyük qiymət tapmaq. Hədəf odur. Hədəf o olduğuna görə biz əvvəlcə bizə lazım olan bunu düzəltdik. Bunu da, baxın, 350 görən kimi həmişə təpə nöqtəsinin koordinatlarını fikirləşəcəksiniz. Buna əslində mürəkkəb funksiya deyirik. Nə üçün? Elə ki, bir loqaritmik funksiyanın içində bir kvadratik funksiya da yerləşdirilmişdir. Və biz buna tutaq ki, U əvəzləməsi, A əvəzləməsi və s. deyib işimizi uzada bilərik, amma uzatmayacağıq. Biz bunu qısa şəkildə x üstəgəl 2 mörtəzənin kvadratı təbii ki, üstəgəl 9 olmalıdır ki, 13'ü versin. Bu kvadrat düzəllinin əkiqi, əbiqi mövzusunu, qiymətlər çoxluğunu bilmək mütləq vacibdir. Bu belə. İndi yəni funksiya kimi də baxa bilərik, kvadrat üçəlli kimi də baxa bilərik. Burada nə qərar veririk? Yəni içəridə ən kiçik neçə olacaq? 9 olacaq. Deməli biz ən kiçik qiyməti tapa bilərik. Bu da bərabər olacaq bizə loqaritm kök adda 3 əsasından 9. Və burada da qısa bir manevr edirsiniz. Bunun kvadratı, bunun kvadratı yaza bilirsiniz. Nəticədə loqaritm burada 3 olur. 9'un kvadratı 81 də eləyə bilərsiniz. 3 üstü 4 də baxıb bunu 4 yaza bilirsiniz. Və ən kiçik qiyməti 4 tapandan sonra burada bunun artan funksiya olduğunu da görə bilirik. Əsas birdən böyükdür. Yəni burada onda 4 müsbət sonsuzluq cavabını götürə bilərik. Ən kiçik qiymət 4 olduğuna görə. Və salam. Misal belə həll olacaq. Keçək 16-cı suala. Baxaq 16 nədir? Bu da qiymətlər çoxluğuna bağlıdır, amma bu bir qədər fərqlidir. Bu kvadrat burada da ədədi orta böyükdür, bərabərdir, həndəsi ortadan gedəcək. Bəli. Biz onu tətbiq edirik. Koşu bərabərliyi deyək adına, yaxud ədədi orta böyük bərabərdir, həndəsi orta deyək. Deməli, fx bərabərdir loqaritm 5 əsasındandır, səhv yoxsa orada. Deməli, x üstəgəl 1 bölü x üstəgəl 3. Burada da bayaqkında kvadratik bir ifadə var idi içəridə. İndi x üstəgəl 1 bölü x-dir. Yəni biz bu ifadə haqqında bir məlumatda olmalıyıq. Doğrudur. Bizim belə bir loqaritmanın qaydası budur ki, buranın mənalı olması üçün bura sıfırdan böyük olmalıdır. Bu dəqiq. Bu dəqiq. Bu da x üstəgəl 1 bölü x-in mənfi 3-dən böyük olması anlamına gəlir. Bu lazımdır. Çünki təyin olunması. Bayaqkında niyə baxmadıq? Çünki bayaqkında zaten mənalı qiymətlər alırdı da, əkiqdən bildik. İndi x üstəgəl 1 bölü x, əgər x sıfırdan böyük olsa, bu alır 2-dən böyük bərabər qiymətləri. Bunu belə də yadda saxlamış olarsınız. Yəni 2 müsbət ədədin deməli cəmi neçədən başlayır? 2-dən başlayır. Bunu da isbatı ədədi ortadan həndəsi ortadan böyük bərabər olması xassəsi idi. Bunu keçmişik. Deməli, burada 2, demək 2-dən böyük bərabər qiymət alır. Demək, əslində burada 2 hal var. Birinci halda biz x üstəgəl 1 bölü x-i deməli, böyük bərabərdir 2 fikirləşib. Eyni zamanda x üstəgəl 1 bölü x da böyük bərabərdir böyükdür mənfi 3 fikirləşib. Burada böyükdən böyük götürüldüyünə görə x üstəgəl 1 bölü x böyük bərabərdir 2-yə baxmalıyıq. Nəticədə burada aparırıq bu 2-ni burada yerinə qoysaq, düzdür, belə deyilə bilərsiniz. Hər tərəfə 3 əlavə edə bilərsiniz. X üstəgəl 1 bölü x üstəgəl 3 olacaq. Orada 5-dən böyük bərabər. Yəni, bu qaydanı bilirsiniz də yəqin ki, kim necə bacarır, yazır. X üstəgəl 1 bölü x üstünə 3 əlavə eləsək, bu tərəf olur 5. Nəticədə bu ifadəyə loqaritmlə yazsaq, soluna da sağına da loqaritm 5 əsasından yazsaq, burada da loqaritm 5 əsasından yazsaq, belə bir şey. Nəticədə nə alırıq? Əslində 1 alırıq. Düzdür, aparıb bura 5 qoya bilərsiniz. 5 qoyanda loqaritm 5 əsasından 5-in 1 olduğunu görəcəksiniz. Buradan nə aldıq? Bu 1. Deməli, 1-dən böyük bir müsbət sonsuzu aldıq. Amma bu x-in sıfırdan böyük halı üçündür. Oldu mu? İndi isə biz baxmalıyıq ikinci hal. İkinci hal nə olmalıdır? İkinci hal deməli
x-in mənfi olan halıdır. Bu zaman x üstəgəl 1 bölü x-ımız böyük bərabərdir yox, kiçik bərabərdir. 2 yox, mənfi 2 olur. Mənfi 2 olur. Yəni mənfi sonsuz mənfi 2 birləşir 2 müsbət sonsuzluqdur. Y bərabər x üstəgəl 1 bölü x funksiyasının qiymətlər çoxluğu. Bir növ içəridəki funksiyanın qiymətlər çoxluğunu tapıb ondan yola çıxıb davam edirik. İndi buradakı olayda biz bunu da nəzərə almalıyıq axı. X üstəgəl 1 bölü x mənfi 3-dən böyükdür. Onda belə çıxır ki, biz sonucda bunu da nəzərə alsaq, bu indi yazdığımı da nəzərə alsaq, olacaq belə bir şey. X üstəgəl 1 bölü x-ımız deməli böyükdür mənfi 3, kiçikdir, bərabərdir mənfi 2. Burada təbii ki, mənfi 3-dən mənfi 2-nin arasında indi bizə nə lazımdır? Üstünə 3 əlavə eləmək lazımdır. Axı bizim funksiyamız loqaritm 5 əsasından x üstəgəl 1 bölü x üstəgəl 3 idi. Ona demək əlavə elədim nəyi? 3-ü əlavə elədim. Bu zaman sağ tərəfə də 3-ü əlavə eləsəm, burada olacaq mənfi 2 üstəgəl 3. Birbaşa yazaq 1. Bu tərəfə əlavə eləsək, mənfi 3 üstəgəl 3 olacaq 0. İndi biz təbii ki, burada sıfırdan böyük olması loqaritmanın qaydası idi. Bizim funksiyamız belə idi də, loqaritm 5 əsasından idi. Doğrudur mu? X üstəgəl 1 bölü x üstəgəl 3. Uzatdığımı bilirəm, amma yəni elmi yolla yazıram. Burada deməli biz ancaq burasına baxacaq da, kiçik bərabərdir 1. 1-dən kiçik, sıfırdan böyük halında, yəni bu zaman bura nə olacaq? Yəni fikir verin, mənfi ədədlər alınacaq. Doğrudurmu? Və 1 qoysaq yerinə, yəni loqaritmləsək buradan, görəcəyik ki, loqaritm 5 əsasından 1 olur, o da 0 verir. Yəni, belə çıxır ki, 0 sağda alınacaq, əgər anlayırsınızsa, bu tərəfdə mənfi sonsuzluq olacaq. Çünki təsəvvür edin ki, 5-də 1 də ala bilər, 25-də 1 də ala bilər, 125-də 1 də ala bilərmi? Və bu, onun qiymətlərinin get-gedə mənfi sonsuzluğa doğru getdiyini göstərəcək. Və ikisinin də birləşməsi bizim son cavabımız olacaq. Yəni, bu nisbətən və yaxşı nisbətən daha çətin sualdır. Çünki burada, belə deyək də, gördüyünüz kimi 2 dənə hissənin birləşməsindən söhbət gedirdi. Diqqətli olmaqda yarar var, bu çətin sual idi, qəbul edək. Belə. Aha, sonra keçirəm test 4-ün. 2 dənə də belə sual var. Test 4-ün neçəsi idi o? Bir dəqiqə baxın. Test 4-də 13 olmalı idi. Bəli, test 4-də 13, 15-ə də baxaq. Sonra sizin suallarınıza da baxaq. Deməli, test 4-də dedim də, düzdürmü? 13, 15. Test 4-də 13. Tamam. Test 4-də 13-cü sual. Fikir varsa deyə bilərsiniz. 13. Müəllim, burada 2 üstü x-ə 1 t desə, t kvadrat plus 4t plus 5 alarıq. Buradan da bizə nə istəyirdi? Ən kiçik tam qiyməti, bu zamanda n-i taparıq. N-i tapdıqdan sonra da 2 üstü x deyəsən, bəli, bir də 1 eləmişdi. O da x-də 0 olar. Hə, burasını silim. Demək ki, burada verib 4 üstü x, mən onu 2 üstü 2x yazdım. Bir də verilmişdi, görək düzmü yazdım. 2-nin üstü x üstəgəl 2, hə, 2-nin kvadratı yazmalıyam. Yəni, biz burada 2 üstü x-də bəli, siz deyən kimi t versək, olacaq t kvadratı, üstəgəl 4t, üstəgəl 5. Yəni, bir növ funksiyamız ft funksiyasına dönüşdü. Və nəticədə biz bunu t üstəgəl 2 mötəzənin kvadratı üstəgəl 1 yaza bilirik. Və burada da ən kiçik qiyməti 1 olduğunu görürük. Doğrudurmu? Biz gəlin başa yerinə qoyun. Məsələn, 2 üstəgəl 2 mötəzənin kvadratı üstəgəl 1. Yerinə qoyduq və salıb. İndi buradan fikirləşək. Bu necə fikirləşək daha yaxşıdır? Gəlin mən sizə bir şey deyim. Səsizə alın, zəhmət olmasa. Deməli, 2 üstü x üstəgəl 2, baxın, deməli biz nədir qərar verdik? Bizim ft funksiyamızda, deməli, ümumiyyətlə t sıfırdan böyükdür. Buna qərar verdik. T sıfırdan böyükdür. 2 üstü x sıfırdan böyükdür, axı, deməli t sıfırdan böyükdür. Onda belə eləyək də, elə, burada qısa tez eləyək. Məsələn, buranı bir hələlik 0 kimi fikirləşin, 0-ın üstünə 2 gəlin, 2, 2-nin kvadratı 4, 4-ün üstünə 1 gəlin, 5. Zaten bu 5-ə bərabər ola bilməz də. Deməli, nə olmalıdır bu? 5-dən böyük olmalıdır. 5-dən böyük, onda birinci cavabımız nə olacaq? 6.
Deməli, cavab ən kiçik qiymət soruşduğuna görə, ən kiçik tam qiymət soruşduğuna görə cavabımız 6 olacaq. Yəni, bu cürlə fikirləşə bilərsiniz. Buradakı ən kiçik Mən də qiymət mənim o buna. 200x-i fikirləşdim ki, 0 olmaz. 1 götürürdüm. Hə, elə Yəni, 0 olmaz. Nəticədə Əslində sıfır 0 ola olmaz. bilmir. Amma 0 tam neçələr də ola bilər də, düzdürmü? Hə, ona görə də məsələn 1 versək 3-ün kvadratı 10. Ona görə səhv olurdu. Məndə də bu sual idi. Bəli. Baxın, mən belə eləyirəm əslində. Eləmək istədim, eləmədim, vaz keçdim. Baxın, 200x 0-dan böyük olmalıdırmı? Olmalıdır. Mən hər tərəfə 2 əlavə eləyə bilərəmmi? Əlavə eləyə bilərəm. Qayda pozulmadı. Hər tərəfi kvadrata yüksəldə bilərəmmi? Müsbət ədəddir. Kvadrata yüksəldəndə bunu da kvadrata yüksəldirəmmi? Yüksəldirəm. Sonra hər tərəfə 1 əlavə eləyə bilərəmmi? Bəs deyə bilərsiniz, niyə elə eləyirsiniz? Birincisi ona görə belə eləyirəm ki, bunu alıram da, elə ki, bu ifadəni alım. Yəni, ya da lap yuxarıdakı ifadəni göstərə bilərik ki, bunu açanda bunu verəcək. Mən axırıncı ifadəni də ala bilirik də elə. Bəli, bəs onu deyirəm. Bəli, bundan sonra bunu belə yazdı. Üstünə də 1 əlavə elədi. Burada 1 əlavə elədi. Bu 1 əlavə elədi. Yox, bunu səhv yazdım. Bir dəqiqə. Böyükdür. 4 üstə gəl 1. Yəni 4 var idi, 1 də əlavə elədim. B. Demək, bu ifadə bizə lazımdır. O da 5-dən böyükdürsə 6. Yəni bu da yazılı şəkildə belə yazıb qoya bilərik. Tamam. Bunları dedik. İndi kimin nə sualı var buyursun. Ha, yox, biri də qaldı, düzdürmü? Bir dənəsi də qaldı. 13-ü dedik, 15 qaldı. 15-i də eləyək. Yəni 15 də lazımdır. Baxın. Yəni bu mən hiss elədim ki, bu tipli sorularda bir problem yaşayırıq. İndi bunu düzəldək. Məsələn, fx bərabərdir loqaritm 2/1 əsasından 6 loqaritm 3 əsasından x-dir. 3-dür. Siz də baxın. 3-dür deyəsən. 3 əsasından x çıxılsın. Loqaritmanın kvadratı 3 əsasından x. Bir də çıxılsın 1. Tamam. Bizdən soruşur. Yenə funksiyanın qiymətlər oblastıdır. Yenə t ilə əvəz etsək. Bəli, yenə t ilə əvəzləməsi eləmək olar. Deməli, loqaritm 3 əsasından x-a 1 a deyək bu dəfə. A bizdən küsməsin. O zaman mənfi a kvadratı plus 6a çıxılsın 1. Aha. Deməli, onda biz belə eləyək də. Loqaritm 2/1 qalsın. Burada olsun mənfi a kvadratı. Üstə gəlinsin 6a çıxılsın 1. Belə yaza bilərik. Bəli. Bu zaman ən böyük qiyməti tapmış oluruq. Çünki qabaq mənfidir deyə. Hə, bunu da biraz bayaq elədiyimiz formaya salaq. Yəni müxtəsər vurma düsturuna da a çıxılsın 6-nı 2-yə böləndə 3 eləyir. Atanda mənfi müsbəti verir. Yəni burada diqqətli olarsınız ki, demişdim sizə, işarə səhvinə yol verməyəsiniz. Deməli, buradan 9 mənfi 9 olduğuna görə mənfi 9 üstə gəl 8 yazacaqsınız. Bundan sonra mötərizə kvadratı, yəni burada ən böyük 8 alınır. Təyin oblastına görə, bu təyin oblastıdır da. Təyin oblastına görə bu 0,8 ala bilər də. 0 ala bilməz, düzdürmü? Yəni 0,8 ala bilir. Görə? Mənim orada biz loqaritma a minus 0-ya ötürəcəyik. Loqaritma 2/1 əsasından 8 olacaq. Ala bilər yəni. Təbii ki, 2/1 əsasından 8 götürəcək, amma nəyə diqqət edəcək? Bir, əvəzləmədə aparıb qoysaq yerinə birincisi içərinin 0 olmasına tam əmin olmalıyıq. Loqaritm 3 əsasından x çıxılsın 3 mötərizənin kvadratı 0-ı verə bilir. Buradan rahatdır. Verə bilir. Bəli, buna həmişə diqqət edin, əvəzlədiyiniz şeyə diqqət edin. Və təbii ki, mən də bilirəm ki, burada loqaritm 2/1 əsasından 8 alınacaq. Loqaritm 2/1 əsasından. O da eləyəcək mənfi 3. Bu eləyəcək mənfi 3. Bu mənfi 3. Amma bu mənfi 3 nə üçüdür? Yəni mənfi 3 nədir? Əkiqidir yoxsa budur? Tamam. Bizdən əgər bu ən kiçik qiymətdirsə, onda müsbət sonsuza doğru yolu var. Doğrudur yoxsa yanlış deyirəm? Bəli, mən də elə yazmışam. Baxın, 2/1 əsasından içəridə 2/1 yarana bilir. Buna fikir verin, 0-8 arasında aldığını bilirəm. 2/1 əsasından 2/1 1-i verir. 2/1 əsasından 4/1 fikir verin 2-ni verir. Və bu formada gördüyümüz kimi müsbət sonsuza doğru bu qiymətlər ala bilir. Yəni burada rahat olmaq lazımdır. Müəyyən bir qiymət vasitəsilə də
şübhəni aradan qaldıra bilərsiniz. Amma gərək 2də 1 əsasından 2də 1, 2də 1 əsasından 4də 1, nə bilim 2də 1 əsasından 8də 1 nə olduğunu yaxşı bilək. 19-da da baxarıq. Elə bu testdə də düzdürmü ki, bura müəllimə? 19-da da baxa bilərik. Baxarıq indi. Aha, yəni burada qaranlıq qalan bir şey olmadı ki, yəni biz ən kiçik qiyməti -3 aldığımızda bildik. Yoxdursa, Allah qoysa, indi keçək başqa suallara. Test 4-də 19-a baxa bilərik. Kim baxıb buna? Mən baxmışam müəllim. Orada arc-kosinusun yerinə 1,0 və pi qiymətində qoyacağam. E üstü pi bölünsün 0, o e üstü sonsuzluq verir və e üstü pi bölünsün pi də o da e üstü 1 verir, yəni e. E-dən müsbət sonsuzluğa. Aydın. Deməli, sual belə idi, yəni yazım hər ehtimala qarşı bir də hamımız baxaq, yəni eşitdiniz. Arc-kosinus x. Deməli, biz y irrasional ədədin üstündə pi bölünsün arc-kosinus x görürük. Bizdən də yenə qiymətlər oblasını soruşur. Deməli, ən çox qiymətlər oblasında problem yaşamışıq. Mən bilirəm ki, siz də bilirsiniz ki, arc-kosinus x-in qiymətləri hansı aralıqda qiymətlər ala bilir? 0 arasında, bir də pi arasında qiymətlər ala bilir. İndi, məsələn, mən elə bunun üstündən də geçsəm görün nə gözəl olur. Məsələn, mən bayaq da getdim, indi də. Baxın, bunu yazdım. İndi, Kübra müəllimə, arc-kosinus x-in 1 -1 kimi götürmüsünüzsə, orada səhv eləmişsiniz də. Ümumi qiymətlər oblasında x-a nə verəcəyimiz yox, cavablar, sonuclar bizi maraqlandırır. Oldu mu? İndi məsəl üçün mən bunu əgər belə eləsəm, hər tərəfi pi-yə bölsəm, baxın, hər tərəfi nəyə bölsəm? Pi-yə. Buranı da bölüm, buranı da bölüm. İxtiyarım var da, pi 3-dən %14 ədədidir, böldüm buna. Burası 0 oldu, sol tərəf 0 oldu, düzdürmü? Yəni bu hissə arc-kosinus x. 0-a böldüm. Səhv yazdım, pardon. Pi, hər tərəfi pi-yə bölürəm, yəni 0 alınacaq. Buradan da deməli bu x-dir, düzdürmü? Biraz pis yazsam da, burada 1 belə yaza bilirəm. Arc-kosinus x-i, məsələn, bir var, məsələn, x 0-a yaxınlaşsanda, x 0-a yaxınlaşanda müsbət tərəfdən də arc-kosinus x 0-dan pi-nin arasında da cavablar 0-a yaxınlaşanda pi böl 0 olmalıdır. Əslində ən rahatı budur da. Y-nin üstü pi böl 0. Təbii ki, pi böl 0-ımız, yəni 3,4-ü 0-a böləndə o müsbət sonsuzluğa yaxınlaşır. Müsbət sonsuzluğa yaxınlaşır. Bu belə, həmişə belədir. Limit mövzusunda da bunu keçəcək. Deməli, indi əgər biz götürsək ki, arc-kosinus x pi-yə yaxınlaşır, yəni pi olur, belə. Onda pi böl pi alınacaq. Y-nin üstü pi böl pi də Zeynəb müəllimənin dediyi kimi cavab y-ni verəcək. Və bu da nə göstərir? Y 2,7-dir, bu da müsbət sonsuzluq. Demək 2,7, yəni y müsbət sonsuzluq yox, y yox. Deməli, y-nin üstü hədə elə y müsbət sonsuzluq. Y müsbət sonsuzluq. Vəssalam. Y müsbət sonsuzluq doğru cavab olacaq. Y müsbət sonsuzluq. Mənim sualım 9-dadır həmin testdə. Baxın bir dəqiqə, 9. Üslü funksiya onunla eynidir. Bəli. Onunla eynidir. Ondakı kimi 9-da da yazıram, amma cavab ala bilmirəm. Onda baxaq yavaş-yavaş. Deməli, sual nədir? Deyir ki, 9-da belə bir sualdır. Fx bərabərdir 8 üstəgəl 6a çıxılsın a kvadratı üstü x-dır da onun yəqin ki, başqa şey olmaz. Müəllim, bunun altın olması üçün aşağı hissə böyükdür 0 olmalıdır. Deməli, baxaq bir dəqiqə, üstü funksiya artandır. Tamam. Deyir ki, üstü funksiya artandır. Artana ox qoyum ki, yəni yuxarıya gedir. Artandır. A parametrin ala biləcəyi natural qiymətlərin cəmini tap. Deməli, A natural qiymətlər istəyir və bunların cəmini axtarır. Tamam, bu aydındır. İndi isə misalın həllinə. Əgər artandırsa, nə fikirləşirik? Əsas birdən böyük olmalıdır. Onda əsasımız nədir bizim? 8 üstəgəl 6. Mən 0-dan böyük yazmışam, ona görə alına bilməyib deyəsən. Ona görə. Yoxsa belə çox çətin deyil. Mən fikirləşdim ki, siz çox asan suallar onlar da eynidir. Onda kiçikdir. 0 ilə 1 arası yazmışam deyə. Böyükdür. Onda da böyükdür.
Bu formada yazıb cavab köklərinin arasıdır yazıb -1, 7 aralığı tapa bilərik. Burada da natural ədədlər təbii ki Bəli, bəli. bunlardır. Bunların da cəmi, yəni əslində bu şeyə də aiddir. Bu sual elə bil ki, abituriyentlər üçün normal, yaxşı suallardan biridir. Belə Bəli. yaza bilər. Sonra Müəllim 11-ci suala baxa bilərsiniz, zəhmət olmaz. bəli, baxarıq. Müəllim 11-ci sualda orada 27x var. Düzdür. Orada Bəli. 27x'i 3 üstü 27-nin üstü 3 yazıb qarşıya gətirmək olmur. 27-ni 3 üstü 3 yazaq. Yox, qarşıya gətirənməsi zat x-i də var. Onları böyük. X-i var ona X-i görə. ayırdım müəllim mən orada. Sonra da tərsinə çevirdim. X-i necə Mən də ayırırız? ayıram, tərsinə çevirirəm. O qədər uzun gedir ki, dedim bəlkə qısa yol. Loqaritma 27x əsasdan 3 plus loqaritma 27x əsasdan x. Sonra da bunları tərs çevirdim. Loqaritm 1 bölünsün loqaritma 3 əsasdan 27x. Üstəgəlsi 1 bölünsün loqaritma x əsasdan 27x. Təbii Bu cür ki, getdim. doğru yoldur. Bəli, sonra Doğru da loqaritma 3 əsasdan x salınırdı deyəsən. Ona da bir t dedim. Bu 11 idi də, orada birinci sualda düzdür. Bəli. Baxın, qarışdı məndə. Bəli. Aha. Deməli 11-də deyirdi ki, aha tapdım. Deməli loqaritm 3 əsasdan x-i aynən ifadə edir. Deməli, baxın biz əsası 27x görəndə təbii ki, bunu tərs çevirmək ağlımızdan keçə bilər. Bunu belə yazıb 1 bölü a yaza bilərəm istəsəm. Bu bunun tərsidir də. Məsəl üçün sonra istəsəm məsəl bu həm buradakını, həm buradakını məsəl üçün nəyə gətirə bilərəm istəsəm? Toplamaya. Tərəf-tərəfə bölə bilərəm. Yəni tərəf-tərəfə bölsəm, yəni 27x 3x. Amma məsələn bunu bəlkə belə eləyək. Yəni bu vəziyyətdə hər iki ifadəni məsələn 3 əsasına gətirə bilərik. Sizcə? Bəli, müəllim. Müəllim, yuxarıdakı loqaritma Müəllim 27 vurma x yazıb əsasdan. tərsinə çevirmək deyir. Zeynəb müəllimə loqaritma 3 əsasdan 27 Bəli. üstəgəl loqaritma 3 əsasdan 2 sonra da onları bir Bəli, bölü yazıb qaldırıb sonra onları da parçalamaq. O ən rahat yollardan biridir də. Təbii ki, o doğru yoldur. Onunla getmək doğrudur. Yəni başqa bir şey də elə bilərik. Başqa bir şey bilirsiniz nədir? Sizcə nədir? Məsələn, belə yazsam, sizcə düz yazıram. Baxın, görün, 3 əsasından 27x. Sadəcə sizin dediyiniz doğrudur. O asandır. Onsuz da elə gedirik. Abituriyentlərdən həmişə elə gedir. Məsələn, 3x belə versəm, bərabərdir 1 bölü a yaza bilərəm. Baxın, görün. Bəli. Buradan bunu yaza bilərəm. Məsələn, bu bir əsasdan digər əsasa keçmə düsturudur da, düzdürmü? Yəni, belə də rahat olar. 3 əsasdan 27 qız zaten eynidir də vəziyyət bu. Belə də eləmək olar. Buranı bir dənə götürün. Yəni aşağı ayrılar 1 plus loqaritma 3 əsasdan x, yuxarıda 3 plus loqaritma 3 əsasdan x. Bəli, burada 3 əsasına keçəndən sonra burada artıq siz parçalayıb ayıra bilirsiniz. Yəni ondan sonrası, yəni belə də eləyə bilərsiniz və ya dediyiniz kimi də istəyirsiniz. Məsələn, burasını belə eləyim, sonra sizin dediyiniz formanı da yazım. Məsələn, deyək ki, loqaritm 3 əsasından 27, əslində bunu tez yaza bilərik, 3 eləyir də bu. 3 əsasından x belə, yəni eyni şeyə gəlib çıxır, yəni. Elə bir qeyri-adi, fərqli bir yol deyil, sadəcə olaraq belədir də, tərs çevirdim. Əsas odur ki, 3x daha balacadır, 27x daha böyükdür. Onların yerin dəyişilməsi bizim işimizə yarayır. Yəni, parçalamağa rahat olur. O da bərabərdir 1 bölü a, sonra bu ifadə 3-dür, bu ifadə 1-dir. Hətta heç nə. Ondan sonra da əvəzləmə də eləyə bilərsiniz. Nə istəyirsiniz eləyin ya da vurun. Yəni loqaritm 3 əsasından x-a. Məsələn, loqaritm 3 əsasından x-a 1 a deyək, a deməyək, t deyək. Onda olacaq 3 üstəgəl t bölünsün 1 üstəgəl t bərabərdir 1 bölü a. Buradan t-ni tapan kimi cavabınızı alırsınız. Tənasüblə təbii ki, tapacaqsınız. Başqa bir yolda beləncik öncədən qayda. Mən yazdım, tapdım, aldım. Başqa bir yolla biz bunu belə də çözə bilərik. Necə çözə bilərik? Bu elə hamı, məsələn, tutaq ki, mən buranı sildim, götürdüm. Bunu başa düşdünüz də, yəqin ki, bu çox çətin deyil sonrası. Loqaritm 27x əsasından 3 qismimiz
bərabərdir A. Buradan 27 x-in üstünə A qoyduq, üslüyə keçdik. Doğru, qəşəng. Buradan aça bilirik. Yəni 27 3-ün kubudur. Düzdürmü? 3A kimi yazıb. X-in üstü A bərabərdir 3x. Ondan sonra hər tərəfi loqaritm 3 əsasından yaza bilirik. Loqaritm 3 əsasından 3-ün üstü 3A. Burada üstəgəl olur. Loqaritm 3 əsasından x-in üstü A bərabərdir. Burada da loqaritmləyəndə hər tərəfə, yəni buradan alınır nə? Loqaritm 3 əsasından 3 üstəgəl loqaritm 3 əsasından x. Və bundan sonra bu 3A qabağa keçir. 3A üstəgəl A vurulsun loqaritm 3 əsasından x olur. Bu da 1 üstəgəl loqaritm 3 əsasından x olur. Və bunu da alandan sonra nə eləyib? Deməli, 3 əsasından x-ları bir tərəfə yığıb, aydındır. Və ondan sonra da loqaritm 3 əsasından x-i tapıb. Yəni, bunu belə də gedə bilərik. İndi bizim əvvəlki sualımız test 1-in 7-ci sualına. Yəni, orada mənim fikrim yarımçıq qaldı. Onun üstündə o birisi şeyləri də öyrənəcək. Deməli, 7-ci sualda bizə deyir ki, fx bərabərdir loqaritm 0,2 əsasından. Baxın, yəni bunun üstündə öyrənsək yaxşı olacaq. Bu funksiya üçün hansılar doğrudur? Artandımı, azalandımı, qiymətlər oblasti nədir? Qrafiki 3-cü, 4-cü rüqdə mi yerləşir? 0 müsbət sonsuzda azalandımı? Biz ümumiyyətlə nəyi yaxşı bilməliyik? Bilməliyik ki, məsələn bu funksiya adi x kvadrat üstəyə 5 funksiyasını götürsək, x kvadrat üstəyə 5 funksiyası budur. Yəni 5 olan yerdən 0 müsbət sonsuzluqda artır, görürsüz. Mənfi sonsuzluq 0-da azalır. Yəni, mürəkkəb funksiyadır. Bunun özünün içində olan loqaritm 6 funksiyada görürük ki, bir qolunda artma, bir qolunda azalma var. Bəs bunun özünün qrafikində biz fikirləşsək, biz nə dedik? Dedik ki, x-a 5 verəndə, x-a 0 verəndə loqaritm 0,2 əsasından 5 olur, bu da mənfi 1 olur. Bunun qrafikini mütləq quracağıq deyə bir qayda yoxdur. Sadəcə mən belə bir qrafik formasını çəkmiş oldum. Parabolaya oxşadı. Gəlin bir dənə baxın. Məsələn, biz x-a 2 versək, loqaritm 0,2 əsasından 9 alırıq. Loqaritm 0,2 əsasından 9, biz bilirik ki, bu mənfi ədəddir. Və 2 əsasından 9 əgər bizə 3 tam nə qədər verirsə, demək bu da bizə mənfi 3 tam nə qədər verməlidir. Razılaşdıq burada. İndi əgər biz x-a bunu 2 vermişdik, almışdıqsa, bu dəfə mənfi 2 verək. Mənfi 2 verəndə simmetrik vardı ya, simmetriya. Burada görəcəyik ki, yenə bunu alacaq. Yəni biz bir növ parabolanı bizim qrafikimizdə görmüş oluruq. Və bu son nəticədə nə qərar vermiş oluruq? Məsəl üçün, x kvadrat üstəyə 5 0 müsbət sonsuzluqda artandır. Bu zaman bu artan hissəni loqaritmada yerinə yazanda, normalda loqaritm 0,2 əsasından x nədir? Azalandır. Lakin x kvadrat üstəyə 5 həmin artan hissədə elə ki, bununla toqquşur, bunun azalmasına yenə səbəb olur. Deyə bilərsən, onsuz da azalan idi də, yenə azalmasına səbəb olur. Yəni, artan hissədə bu yenə azalır. Amma bunun tərs variantında, fikir verin, mənfi sonsuzluq 0 aralığında ki, x kvadrat üstəyə 5 azalırdı. Burada o azalma itdi, avtomatik artan oldu. Deməli, içəridəki daxili funksiya deyək ona. Daxili funksiyanın artan hissəsində bu azaldı, azalan hissəsində bu artdı. Amma söhbət yenə deyirəm, loqaritmanın 0-dan 1 aralığında olan, yəni əsası 0-dan 1 aralığında olan funksiyalar üçün bu tam doğrudur. Bunu anlamaq üçün mütləq qrafik çəkmək lazım deyil. Əlbəttə qoyub görə bilərsiniz. Yəni, görəcəksiniz ki, bu hal baş verir. Ona görə biz bu funksiyaya özünün təyin oblastında, yəni təyin oblasti burada maşallah mənfi sonsuzluq, müsbət sonsuzluqdur, artan da deyə bilmərik, azalan da deyə bilmərik. Deməli, qiymətlər oblasti
Gördüyünüz kimi -1 ən zirvədə dayanır. -1, yəni təbii ki, mənfi sonsuzluğa doğru, mənfi sonsuz -1 aralığı olacaq. Üçüncü, dördüncü rütbədən keçdiyini görürsünüz. Məsələn, indi burada 5-də yazılıb ki, 0 müsbət sonsuzda azalandırmı? Görürsünüz, 0 müsbət sonsuzda azalandır. Desəydik ki, mənfi sonsuz 0-da nədir? Görəcəkdik ki, artandır. Aydındırmı? İndi keçək test 12-də, test neçə idi o? 4-də 12 idi, 5-də. Yəni, baxın bir dəqiqə. 5-də 12 idi deyəsən müəllim. Test 5-də 12 olmalıdır. Bəli. Baxaq bir dənə ona. Zəhmət olmasa çapanlı baxsın. Bunu qaldıraq yuxarı. Burada sual yoxdursa, bax test 5-in 12-incisi də sözlərimizi qüvvətləndirəcək. Baxın, fx bərabərdir loqaritm sinus pi böl 7. Təbii ki, pi böl 7 birinci rübə düşən bir bucaqdır. Bəli, 0-dan 1-in arasında alınan bir bucaqdır. Burada bizə funksiyanın azalma aralığını soruşur. Bu funksiyanın azalma aralığını istəyir. Əslində, funksiyanın azalma aralığı teoremə vasitəsilə tapılır, amma biz indi teoreməsiz bunların hamısını tapırıq da. f(x) kiçik bəbədə 0 eləyib teoremə, oturub loqaritmanın teoreməsini tapmayaq, hələ ki keçməmişik. Yəni, bu formada rahat öz yolumuzdan gedək. Deməli, biz bilirik ki, sinus funksiyası əsası neynədik? 0-dan 1-in arasında elədik. Artıq sinus pi böl 7 öz işini gördü, qutardı. Yəni, biz ondan sağollaşdıq. 0-1 arasında olan bir ədəddir. İndi, qaldı bizə loqaritm altındakı funksiya. Loqaritm, biz nə qərar verdik? X kvadrat çıx 6x üstəgəl 10. Bu artan hissəsində, bu funksiyanın artan hissəsində, funksiya artdıqca bizim yuxarıdakı funksiyamız azalacaq. Biz də demək bunun artan hissəsini tapacağıq. Oldu mu? Artdıqca azalacaq. Bəs bunun artan aralığını necə tapırıq? Kim deyər? Funksiyanın, bu yazdığımız bunun artma aralığı. 0-dan. X kvadrat çıx 6x üstə 9 şəklində yazır. Plus 1. Hə, yəni təpə nöqtəsinə görə hərəkət edirik də. Özə x-sını tapmaq. Yəni mənfi b bölü 2 adır. Ya da istəyirsiniz belə yazın. X çıx 3 mörtəzə kvadratı. Burada bizə şey lazım deyil ha. Qiymətlər çoxluğu əkıqı lazım deyil. Bizə lazımdır. Çünki parabolanın təpə nöqtəsinin x-ı bizə lazımdır. Funksiyanın artma, azalma hissəsində o iştirak edir. Baxın, bura 3-dürsə, bura 1-dirsə, deməli bizə lazımdır ki, x-in qiymətləri 3 müsbət sonsuzluq götürək. Yaxşı, bax buna diqqət eləyəcəyik. 3 müsbət sonsuzluq bu hissədə deyirik ki, artır. Doğrudan da qrafik bu hissədə artır. 3 müsbət. Əgər 3 müsbət sonsuzluqda bu artırsa, demək biz nə demişdik bayaqları? Artan hissədə nə olurdu? Azalan. Hə, artan hissədə bu azalan olurdu. Onda biz belə çıxır ki, cavabımız elə olacaq 3 müsbət sonsuzluq. Deməli, bizə verilən funksiya, yuxarıdakı funksiyanın azalma aralığı 3 müsbət sonsuzluq olmuş olacaq. Əgər çox belə tərəddüd edirsinizsə, təbii ki, biz bunu ədəd də qoyub görə bilərik və dediyim kimi, teoremə vasitəsilə də bunu tapmaq olar. Yaxşı, bu belə. Amma yəni belə suallar əslində maraqlı suallardır da. Bunları bir balaca diqqətlə baxmaq lazımdır, yoxlamaq lazımdır. Düzdür, variantlardan istifadə edərək də tutmaq olar, amma mənə elə gəlir ki, biraz çətin olar da. Beləncə daha rahatdır, yolu bilmək lazımdır. Yaxşı, bir də sizə bir test 1-ə 10-cu sualı mən deyim, çünki mən onu dərsə başlamışdan əvvəl demək istirdim. Test 1-də 10-cu sualı yəni açaq. Orada çünki maraqlı bir məqamı var. O tipliləri necə həll eləyəcəyik, onu deyim. Baxın, bizə verir 2 üstü a çıx 1, 81-dir. 4 b üstə gəl 2-də 27-dir. Bizdən soruşduğu şey 3a çıxılsın 8b üstə gəl 5 bölünsün 4. Fikir var? Kimsə bunu hansı rahat yolla yazıb? Mən yazmışam. Onu siz deyin. Mən loqaritmiyə keçmişəm. Mən Mən də 2 yazdım. Sonra A ilə Ya da B-ni öz tapmışam. Sonra apap yerinə qoyub hamısını sadələşdirib yazmışam. Başqa variant? Mən LC-nə yazdım on əsasdan. Hə, siz də Amma loqaritmdən. sinüs birlər qabağa çıxdı. İkisindən də LC
Bəli, Ecinin Müəllim, mən 2 üstü A bərabərliyi. bölünsün Hı -hı. 2 yazdım. O şəkildə getdim. Siz Digərində parçaladınız. 4 üstü B vurulsun. Aydındır. Bəli. Tamam. Gəlin indi mən də bir dənə yol deyim də başqa bir yolla. Yəni başqa yol deməyək. Yəni mən də loqaritmləyəcəm, amma loqaritmləmədən eləyəcəm. Siz deyəcəksiniz ki, o niyə elə oldu və mən sizə onun hardan gəldiyini demiş olacağam. Baxın. Deməli, belə bir fikir. Bu 4-ü 2-nin kvadratı kimi yazdım. Bu elə bir ki, mən əsasları 2 kimi gördüm. Düzdür? 2-nin baxaq bir dəqiqə. 2, bəli, 4 bərabərdir 27. Tamam. İndi mən burada belə bir yol, bu 81-i eləyəcəm 3-ün üstü 4. 81 olsun 3-ün üstü 4. 27-də müəllim 3 üstü 3 27 yazıb sonra 3-ün 2 üstü B plus 3 4-ü də eləyəcəm. 3. Sonra belə eləyirəm. Tutaq ki, A çıx 1 bölünsün 2B üstə gəl 4 bərabərdir 4 bölü 3. Deyirəm ki, vəssalam, bununla yola çıxıb gedib tapacaq. İndi sizdə sual yaranacaq da 100%. Doğrudurmu? Sual yarandı. Bəli, mən bundan Əslində üstəlik bunlar vursa elə bərabərləşdiririz. Burada verirlər. biz nə edəcəyik? Biz loqaritmləyəcəyik ki, baxın 2 əsasından loqaritmlədir. 2 əsasından 2-nin üstü açıq 1. Bərabərdir loqaritm 2 əsasından 81. Yəni 3 üstü 4. Bu üst qabağa vuruldu mu? Bu 2-də 2 getdi. Burada 4 vurulsun. 4-ü də sola Bəli. atdım. Loqaritm 2 əsasından 3. Eyni qayda ilə o birisində də. Professional müəllim olduğunuz üçün onu gördünüz. Hə, bu Ki, o elə əslində olacaq. bu əslində bizə belə deyək də vaxt qazandıran bir şeydir. Yəni bu qaydanı təbii ki biraz zaman lazım olur ki, onu tam mənimsəmək olsun. Nəysə, yəni bunu da eyni qayda ilə gedəcəksiniz, görəcəksiniz ki, loqaritm 2 əsasən 3 hər iki tərəfdə alınır. Onların bərabərliyi də A-1/4. Burada da alacaqsınız 2B üstə gəl 4 bölünsün 3. Və belə bir şey alacaqsınız. Yəni özünüz eləyə bilərsiniz, rahat şəkildə görəcəksiniz həmin şeyi. Və salam, bundan sonra da misalımız alınacaq. Yəni bunu davam elətdirə bilərsiniz tənasüb qura. Tənasüb özü bunu elə qoyurlar ki, bunun rəngi xoşuma gəlmədi. Açığı deyim, qoy rəngi bir dəmcə dəyişək. Rəng. Nəsə qırmızıya keçdi, başqa rəng seçmədim. Hə, tamam. Deməli ki, baxın, burada tənasübdən elədim. 8B üstə gəl 16, 3A çıx 3. Buradan biz 3A çıxılsın 8B-ni 19 aldıq. Ala bilir. Hə, məsələn, qayıtsaq yuxarıya, yuxarıda baxaq. 3 19 açıq plus 5 8B var. böldü. Hə, 3 açıq 8B-nin yerinə 19 qoyacaqsınız. Və salam, 19-un üstünə 5 gəlib 24, 24-ü 4-ə bölüb cavabı 6 alacaqsınız. Yəni deməyimiz odur ki, tərəf-tərəfə vurma şeyi də var. Təbii ki, məsəl üçün bu hissə, burada da bu hissə, məsəl üçün tərəf-tərəfə vurulanda üstlər toplanır, burada üstü 7 alınır və s. O baxır misaldan asılı olaraq dəyişir. Yəni bizə lazım olan şeydir. Amma yəni düzlüyə çıxmaq ən rahatı budur. Düz formaya çıxırsan rahat şəkildə. Yəni çünki qıraqda bizə A ilə B ilə bağlı sual soruşur rahat şəkildə. Onda yenə çətinlik varsa loqaritmləyin ki, rahat görəsiniz həmin şeyi. Amma çalışın 2 üstüdürsə, elə loqaritm 2 əsasından yazasınız ki, üst qabağa gələ, orada bu vəziyyət görünər. Bu belə. Amma yenə deyirəm, loqaritmada, bu mövzularda fərqli yanaşmalar çoxdur. Bunu biləsiniz. Fərqli yanaşmalar. Məsələn, adam var ki, loqaritmləyərək tapır, adam var loqaritmləmir tapır. Yəni ona görə bu mövzu çox genişdir. Bunu şaxəlidir, bunu biləsiniz. Nə vaxt ağlınıza nə gəlsə, o görürsünüzsə o yolu gedəcəksiniz. Təbii ki, mürəkkəb suallardan söhbət gedir. Sadə suallarda indi standart yol var da, o yoldan gedirsən, tapırsan. İndi başqa kimin sualı var? Mövzumuz bugün bu olsun. Gələn dəfə üslü tənlik və bərabərsizliklərə keçərik. Mən elə gəlir ki, bunu biraz da davam elətdirək. Keçə də bilərsiniz. Yazmayaq onlarda. Keçə də bilərsiniz. Əgər belə deyək, keçin. Yəni əgər xüsusi bir izahata ehtiyac yoxdursa, özünüz yazın. Yox, görsəsə çətinlik var, izahata ehtiyac var, izahatını keçək. Məsələn, burada 14 nömrəli sual var. Bunu kim eləyib? Test 1-də 14. Hansı? Mən ona verəcəydim indi. Onu Mən yazmışam. müqayisədə eləməyə ilişdim. Jalə müəllimədir də, düzdürmü? Bəli. Hə. Onda biz belə eləyək də.
gəlin 14-ün də və bu hissə topluda da belə misal ola bilər, amma burada biraz böyük veriblər, biraz fərqli Yəni veriblər. bu sadədir əslində. Yəni biləndən sonra bəli, yavaş-yavaş görürsən ki, bu çox sadələşir. Və bunların deyir ki, tutaq ki, müqayisəyi, təbii ki, biz sıfırlarını, baxın, mən sıfırları atıram. Sıfırlar bizim işimizə yaramır. Mən də atdım. Əla. Hamısını müəllim 8 əsasa Bəli, gətirdim. 8-lərini 8-ə bölə bilərsiniz. Əgər üstü 8-ə bölünürsə, bölün. 8-ə böləndə nə qalır? 4. 4 dəfə 8 32. Bunu da 8-ə böləndə nə qalır? Bu qalır. Bunu da 8-ə böləndə nə qalır? 5-in kvadratı. Bunu hesablayın. 16, bu 27, bu da 25. Yəni A elə bir ki 16-nı təmsil edir. 16 A-nı təmsil edir. Deyir ki, mən sənin deyək ki, ədədin olum. Ən kiçik A, C, B. Bəli, bu formada yazılır. İndi bunun səbəbi nədir? Qısaca bir şey də deyim. Məsələn, 2-nin üstü 32 vur 100-dür də bu. Yəni bu 100-ü də bura qaldıra bilərsiniz. Məsəl üçün 2 üstü əslində belə deyək də 3200, 2400, 1600 üçün siz əbub tapa bilərsiniz. Həmin əbubu 800 tapa bilsəz, hamısını bu vəziyyətə əbub yazmaq şərti ilə, məsələn 3-ün üstü yavaş-yavaş da yazmaq olar. Məsələn mən elədiyim kimi üstləri 100 yazdım. Sonra o 100-ləri tulladım. Nə üçün tulladım? Çünki əgər bir ədədin müsbət ədədlərdən söhbət gedir, bir müsbət ədəd digər müsbət ədəddən böyükdürsə, onun üstü 100-cü dərəcədən qüvvətə yüksəldəndə bu yenə böyük olacaq. Orada problem olmayacaq. Deməli 3 üstü 2400-ü də necə yaza bilərik? Yəni 800 olduğuna görə 3-ün kubunun üstü 800 yaza bilərik. Və görürsünüz, burada da 800, burada da 800 və C üçün də eyni qaydada 502-nin üstü 800 yaza bilərsiniz. Və nəticədə 800-lərə baxmayıb, yəni və yaxud da 25-in üstü 800 böyükdür, 27-nin üstü 800 böyükdür, yoxsa 16-nın üstü 800. Siz artıq bir növ əsasları baxacaqsınız. Üstləri eynidir axı, əsasları müqayisə edəcəksiniz. Bundan da cavab alınacaq. Bu tiplər həmişə belə həll olunacaq. Sonra, yəni sadədən, bilirsiniz necə, hər xırda şeyləri, sadə şeyləri müzakirə eləməyimiz lazımdır ki, o xırdalar mürəkkəb misalların həllinə kömək edəcək bizə. Bəli. Müəllim 17-yə baxa bilərik, zəhmət olmaz. Test 1-də, Bəli. deməli, 17-ci suala baxaq. Loqaritm. Bu da əslində bir nömrəli sualı əgər izahına diqqətlə qulaq assaz, məsələn deyək məndə, bunu da eləyə bilərsiniz rahat şəkildə. Səhv eləmirəmsə baxın. Mən bir nömrəni uyğunlaşdırdım, yazdım. Burada o 26-15-i mürəkkəb kökü sadələşdirə bilmədim. Birincində kvadrat idi, burada kubdur. Ona görə. Hə, mən də şey elədim. Bəli, 26-15 İkinci kvadratda alınmırdı da yəni. 26 çıx kök, deməli 15 kökdə 3-ü kim yazıb? Mən birinci yazmamışım, sonra gördüm bu kub şəklinə gəlir. Yəni tam açıq yazmamışam. Sadəcə olaraq biraz düşündüm. Məsələn, hansı kub şəklinə gəlir? Dəqiq gəlməliyim, baxın. Hesablayım yəni. Kim yazıbsa Bəli, mən əsası 7 plus 4 kökətdə 3-ü bildim ki, kökətdə 4 plus kökətdə 3-ün kvadratdır. Yəni 2 plus kökətdə 3-ün kvadratı. Bəli, 7 üstə 4 kökdə 3, 2 üstə gəl kökdə 3-ün kvadratı. Kökdə 3-ün bağlamış kvadratı. Bəli. Bəli, o da onda kubu olar. Sağının kubu olar. O da nəsə ona oxşar bir şey alınır müəllim, amma tapa bilmədim. Hə, maraqlıdır. O görən hansıdır? Müəllim, məncə bu yuxarıdakı 2 çıxılsın kök altında 3-ün kubu olar. Yəni İki. açıb baxa Bəli. bilərik. Bəli. Yəni əslində belə deyək də, bu tipli sorularda bunlara diqqət edəcəyik. Mən indi bir dənəsini yazacağam, sonra bunu yazacağam. Necə, nə yazmaq istəyirəm onu deyim. Məsələn, tutaq ki bizə loqaritm, burada bir dənə yazım. Məsəl üçün, birinci sualda nə verilmişdi? Bir dənə birinci suala baxın. Birinci sualın, daha bir də uzaq şey yazmayayım da, özümdən yazmayayım. Bir dəqiqə, hara getdi birinci sual? Məsələn, bir hissəsini yazacağım. Yəni, kökdə 5 çıx 2, bu topluda da var. Kökdə 5 üstəgəl 2. Bu cür sualda baxın, kökdə 5 çıx 2 Mən onun qoşmasına vurulsun kökdə 5 üstəgəl 2 bizə həmişə 1-i verir. Düsturdur, düzdürmü? Ona görə də bu ifadə mənfi 1 olur.
Bunun mənfi 1 olmasının da bir səbəbi budur ki, siz məsəl üçün məxrəcə dəyməyin, yəni əsasa dəyməyin daha doğrusu. Kökdə 5 üstə 2-nin yerinə kökdə 5 çıx 2 üstü mənfi 1 qoya bilirsiniz. Bu əslində əgər qaranlıq qalan bir yeri varsa deyim niyə. Məsələn kökdə 5 üstə gəl 2 bərabərdir 1 bölünsün kökdə 5 çıx 2-dir. 1 bölünsün anı da a üstü mənfi 1 yazmaq olur. Ona görə də biz bunu bu şəkildə yaza bilirik. Aydındırmı? O da olur mənfi 1. Bu belə. İndi bəzən elə verir ki, bəli, o nəyinsə kvadratı olur. 2 üstəyə kökdə 3-ün kvadratı, buradakı kimi. İndi isə biz bunu buranı sileyim, buranı götürüm. Biz bir də misal təzdən yazmayayım. Biz bu kub düsturudur, amma onu başa düşmək lazımdır. Çünki başqa yolu yoxdur. Görürsən ki, sənin bildiyin 2 üstəyə kökdə 3-ün kvadratıdır, amma o birisi ona tabe deyil. Uy, silmişdim. Ona tabe deyil. Onda biz belə eləyək. 26 çıxılsın 15 kökdə 3-ə baxırıq. Bu heç. 26 çıxılsın 15 kökdə 3. Bilirik ki, bununla əlaqəli olacaq. 2 üstəyə kökdə 3-lə əlaqəli olacaq. Əslində bu əlaqəni heç bilmirsən tutaq ki, fərz edirsən ki, bu 2 çıxılsın kökdə 3-ün kubu ola bilər. Bunu bir dənə yoxlaya bilərsən uzağı əmin olmaq üçün. Açanda görəcəksiniz ki, düz gəlir. Məsəl üçün 8 olacaq, çıxılsın, deməli, burada olacaq. Deməli, neçə olacaq? 16, 12 kökdə 3, 12 kökdə 3 olacaq. Üstə gəl, 3AB kvadrat olacaq. Bu da eləyəcək, 18 eləyəcək, səhv eləmirəmsə. Sonra da kökdə 3-ün kubu 3 kökdə 3 eləyəcək. Və buradan da açanda, bu biraz 8-ə oxşamır yaxşı. Burada 8-dən 18, 26-nı verəcək, bu da 15 kökdə 3. Yəni, bunları, belə deyək də, misalın ruhu var. Biz misalın ruhuna uyğun tutacağıq ki, bunun başqa yolu ola bilməz. Və ondan sonra misal rahatca çözülür. Hətta adam var ki, heç yoxlamadan da bilir ki, belə olacaq və deyir ki, budur sonuc. Baxın, 2 çıx kökdə 3 ötəzənin kubu. Bu əvvəlcə... Bəli, mən artıq variantlara baxanda deyirəm ki, məsələn də burada tutaq ki, A variantı olacaq. Əslində qaydasını tam axıra çatdıra bilmirəm bəzi suallarda da, amma yəni deyirəm ki, burada A variantı olacaq. Baxıram ki, cavab düzdür, bəzən əsaslandıra bilmirəm, niyə orada A variantıdır. Onları da müzakirə eləməliyik ki, əsaslandıraq. Baxın, indi 2 üstəyə kökdə 3, 2 çıx kökdə 3-ün biz mənasını tutduq. Bir yadınıza qalsın, əgər buranda biri verirsə, zaten o biri verməlidir ki, biri üstə gəl 1, o mənfi biri versin. Həmişə. Deməli, A üstə gəl B, A çıx B. Orada vuranda biri verirsə, vəssalam. Biz 3 bölü 2 qalacaq qabaqda. Özü olacaq mənfi 1. Vəssalam, bununla da cavabımızı tapacaq. Yaxşı, mənfi 1,5, yaxud da mənfi 2,3 cavabını alacaq. Yəni, bu suallar əslində lazımdır. Bunlar hamısı düşür, imtahanlara düşə biləcək suallar. Misalın içində belə bir hissə düşə bilər və s. Yaxşı, başqa? Test 7-də 9 vardı müəllim məndə. Test 7-də 9. Yenə qiymətlər oblastıdır, eləmi? Bəli, müəllim, orada 2 üstü x kvadratına t dedim. Düz eləmiş. Amma mən 1-də müsbət sonsuzluq alıram, amma cavabda 2-dən müsbət sonsuzluq var. Bayaqları köksüz olan variantıdır elə. Bəli, biraz. Bəli, yazın, biraz hamı da görsün. Yəni test deməli 9-cu sualda test Sual eynidir. Bəli. Bəli. Rəqəmlər hamısı eynidir. 2x kvadratıdır da. Yox, onda eyni. Yox, bir dənə x kvadrat. Fərqlidir, birazca fərqlilik var. Üstə gəl 2-nin üstü, görün düz yazıram. Burada məndə biraz PDF-də zəif görünür. Üstə gəl 2-də o. Üstə gəl çıx 1. Tamam, bizə deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tap, qiymətlər oblasını tap. Demək, mən də əvəz edərdim. Çünki əvəz etmək işimizi sürətləndirən bir şeydir. 2 üstü x kvadratı burada bir t əvəzləməsi edək. Zaten t kvadratı plus 4t. Burada indi bir dənə bir əmma var da. Biz buradan bir dənə bir şeyə fikir verək. Məsələn, x kvadratının kvadratını, buna diqqət etmək lazımdır da. Bu həmişə əvəzlədiyin şeydə də fikir verin. X kvadratı həmişə 0-dan böyük bərabər olur da, doğrudur? Bəli. Onda belə çıxır ki, ən kiçik 0 ala bilər də. Ən kiçik 0 ala bilərsə, t-miz yəni 2 üstü 0-dan cavab nə çıxır? 1. Demək, t-miz həmişə 1-dən böyük bərabər olacaq. Bu bəlkə lazım olmayacaq, amma yenə də yazdım. İndi əvəzləmədə yerinə qoysaq, olacaq t-nin
Axı burada 2 var. Kvadratı. 2 var, hə, t kvadratı. Bəli. Üstə gəl, 2 üstü 2, 4t. yəni 4t olacaq, çıxılsın 1 olacaq. Hələ kökə salmayaq, görək ki, bunun biz əki qısmı axı kvadrat 350-dir. Biz bunun tapa bilərik də. -5. Bunu bu formada yazaq, elə şey yazdığımız kimi. T üstü 2 mötəzən kvadratı 4 eləyir. 4-dən də 5 çıxmalıyıq. Deməli, belə bir şey aldıq da, düzdürmü? Düz yazmadım yoxsa? Bir dəqiqə, 4. Bəli, düzdür müəllim. Hə, düz yazdım. Hə, tamam, bunu yazdım. İndi buradan bir sual. Axı biz t-dən birdən böyük almışıq. T birdən böyük olsa, t birdən böyük olsa, Onda bu necə funksiyadır? Təpə nöqtəsi bunun neçədə düşür? -2. Deməli, bir dənə bunun qrafikinə bir dənə diqqət edeyim. Deməli, təpə nöqtəsi x-i -2, y-i -5-dir də. Düzdürmü? Belə gələn bir şeydir. Gedir də belədir. İndi burada -2-dən sağa doğru qeym. Onda belə çıxır ki, bunun artan hissədəki bizə soruşur da, elədirmi? Yəni t böyükdür 1 nə deməkdir? Bu hissənin artan hissədən olan hissəsini soruşur. T-yə 1 verəndə neçə alınır T-yə 1 verəndə? 4 alınır. Yəni T-yə 1 verəndə tutaq ki, 1 verəndə 3-9 4 alınır. Ha, yəni bu hissəni bizdən soruşur. Yəni hansı hissədir? Bu bir dəqiqə baxaq. Bu hissədə, yəni T 1-dən böyük olanda, yəni 1-dən böyük olan hissədə biz baxa bilərik də buna. Aha, bu belə. Belə baxıram, yəni sadəcə olaraq bilmirəm ki, indi burada biz biri x-in yerinə, t-nin yerinə 1 qoyaq görək nə olur orada. T-nin yerinə qoyduq da, düzdür? Elə ki, bu 4-ü aldıq. Elə ki, bu t-dir, düzdür? Mən burada fikirləşdim ki, bu formada yazaq, amma heç bəlkə bu formaya ehtiyac yox demiş. Nə üçün? Mən elə 1 qoymalıyam da ən kiçik. 1 qoyanda nə gördüm alır? 4. Aha, deməli əslində bu mənə lazım olmadı. Fikir verdiniz? Bu mənə lazım olmadı. Belə yazsam mən səhvə yol verərəm. Burada aldıq nə? 4. Bəli. 4 Onda nədir? 4-dən kök 4 2 funksiyanın bəli, minimum ən kiçik qiymətidir uşaqlar. Bax onda belə çıxır ki, burada f minimum, yəni x-a 1 verdik. X-a 1 vermədik, əslində x-a 0 verdik bir növ. 0 verəndə də məsələn yerinə 0 da qoya bilərdiniz. Bax bunu görüb yerinə 0 da qoymaq olardı. Heç t əvəzləməsi keçməyə də bilərdik. Deməli biz t əvəzləməsindən keçməyə də bilərdik. Oldu mu? Deməli x-a 0 verəndə 2 üstü 0 1-i verir. Burada 2 üstü 2 4-ü verir. Yerinə qoyuram da baxın. Deməli 2 üstü 0, hə, buradan 1-i verir. 2 üstü 2 4-ü verir. Çıx 1. Gördüyünüz kimi minimum qiymət elə belə də tapılırmış. Demək ki, buranı yazmamaq da olardı. Biz burada x kvadratının ən kiçik 0 alacağına qərar verəcəkdik. Bunu tapacaqdıq. Amma bir dənə Müəllim, ya da bəli, bir amma müəllim P-yə də 1 verir. necə? P-yə də əgər 1 versə, onsuz orada yazdığınız var, üstündən xətt çəkmisiniz. Orada da zaten 1 üstə gəl 2-nin kvadratı Təbii ki. çıx 5 də Təbii 4 ki. olur. 4-dən də 2 çıxır. Təbii ki, yəni mən demirəm, heç səhvdir. Üstünə xətt çəkdiyim o demək deyil, səhvdir. Sadəcə üstünə xətt çəkdiyim hallar çox Yəni olur məndə. ehtiyac yoxdur. O birisi, yəni mən daha qısa yollar axtarıram deyə, bəzən o uzun yollara üstünə xətt qoya bilərəm. Məsələn, deyə bilərəm ki, belə getməyin, belə gedin. Amma o səhv deyil ki, bu məsələ işləyirsə mən görürəm ki, bir orada da qoya bilərəm. O ona bərabərdir. Məsələn, sadəcə olaraq fikirləşirəm ki, bax görürsünüzmü, fikir doğdu ki, heç t-yə ehtiyacım da yoxdur ki, mən elə sadəcə x kvadratına baxsaydım, deyəcəkdim ki, yuxarıya ancaq 0 qoya bilərsən də, x-ə ancaq 0 qoya bilərsən ki, sən kiçik qiyməti tapasan. Çünki qalanları 0-dan böyük ədədlər qoyursan. Fikir verin, diqqətlə baxın. 2-nin üstü 2x kvadrat. Təbii ki, bu daha böyük ədədlər ala-ala gedəcək. Sağdakına baxın. 2-nin üstü x kvadratı üstə 2. Bu da daha böyük ədədlər ala-ala gedəcək. Toplayanda daha da böyük və bir çıxanda böyük bir şey qalacaq. Biz onu da demək ən kiçik qoymaq üçün, yəni buna elə üstü funksiyanı elə verib ki, sən ora 0 qoymağa məcbursan. 0 qoyan kimi görürsən ki, bəli, ən kiçik qiymət ala bilirsən. Yəni sadəcə olaraq digər funksiya halları üçün mən t əvəzləməsinə keçməyi və yaxud da mən də t eləyərəm. Axı görürsüz ki, əvəz 2 üstü x var, 4x var, birinə t deyirik, birinə t kvadratı deyirik. Belə işləyirik ona görə. İndi halda 2 müsbət sonsuz artıq bildiz. Yəni nə dedim? Bu yolda daha qısadan çözə bilərik. Biraz uzada da bilərik. Əsas odur ki, cavabı düz tapaq. Yaxşı. Yəni mən elə gəlir ki, tam başa düşdünüz.
Yəni x-a 0 verməklə cavabımızın kiçik qiymətini alacaqdı. Kiçik qiymət aldığına görə müsbət sonsuz götürürük. Əgər böyük qiymət 2 olsaydı, kiçik qiyməti 0-da dayandırmalıydıq. Cüt dərəcəli kökə. Yaxşı. Sonra başqa varmı? Bu burada Bəli, müəllim, Hı-hı. Deyin. bəli, istəyirdiniz. Yo, deyin siz deyin. Əsas sizin suallarınız. Müəllim, 20-ci suala baxa bilərik. Test 7-də Bəli, bəli. baxaq görə nədir o? Funksiyanın qrafik koordinat sistemində 3-cü rübdə yerləşməlidir. Yəni qəşəng sualdır 20-ci sualda. 3-cü rübdə yerləşmə halını əgər belə baxsaq olaya 3x üstəgəl açıq 2, yəni burada 3x buradan keçirdisə, təbii ki, açıq 2-yə görə qrafikin sürüşməsi baş verir də aşağı. Yəni 3x təbii ki, 0-dan böyükdür. Bu zaman biz açıq 2-ni də mənfi götürməliyik ki, ümumi y mənfi ala bilsin. Əgər 3-cü rübə düşəsi nöqtələr axtarırıqsa, yəni kəsməsini də axtarmırıqsa, yəni mən kəsməsinə görə baxırdım. Yəni y oxunu kəsmə yönünə görə baxırdım. Amma tutaq ki, y oxunu kəsmə yönünə görə yox, sadəcə qrafikin 3-cü rübdə də nöqtələr olsun. Əgər belə bir vəziyyətdirsə, onda bəli, açıq 2-ni mənfi fikirləşməliyik. Açıq 2-ni mənfi fikirləşəndə A da 2-dən kiçik olacaq. Yəni məsələn, tutaq ki, 1-də də düz gələcək onda, 1,5-də də, 1,8-də də, 1,9-da da düz gələcək. Məsələn, y bərabərdir 3x çıxılsın, tutaq ki, A-ya 1 qoyduq. Ya da 1,5 qoyduq. 1,5 qoyanda 0,5 olur. Təbii ki, 3x 0,5 alır. 0,5, 0,5, 0 verir. Yəni bu zaman deyək ki, x-a 0 verəndə 1,0,5 yuxarıda olacaq. Yəni bu kəsdiyi yer bura olacaq. 0,5. Düzdürmü? X-a 0 verəndə kəsdiyi yer orada olacaq. Bu zaman qrafik 3-cü rübə düşəcək qiyməti varmı deyə bir sual yaranır. Təbii ki, olacaq. Nədən olacaq? Məsəl üçün, biz x-a 0-dan 1-in arasında, daha doğrusu x-a mənfi qiymətlər versək, məsəl üçün, 3-ün üstü mənfi 5 versək, burada alacağıq nə? 1 bölünsün, ya biraz çox qoyduq. Məsələn, 3-ün kubu mənfi 27-də 1 alacaq. 27-də 1 çıxılsın 2-də 1. Yəni, bunun da mənfi ədəd olduğunu bilirik. Yəni, əgər belə baxsaq, mənfi ədəd. Yəni, demək ki, 3-cü rübə düşəcək nöqtəsi var. Qrafim AB əsasındandır, eləmi? B bərabərdir 3. Tutaq ki, mən öz bildiyim formada yazıram. Burada kökdə A bölünsün 3-cü dərəcədən B. Lap tutaq ki, olmasın, orada başqa şey olsun. Düz yazıram. Bəli. Tutaq ki, bu formada bir sualdır. Məsələn, baxın, bu cür sualı həll eləmək, yəni bunu axtarırıq. Biz AB əsası görürük, amma burada köklər qarma-qarışıq bir vəziyyət görürük. Mən belə halda birinci növbədə köklərdən azad edirəm. Köklərdən azad etməyin ən gözəl yollarından biri bayaqları arada elədiyim qaydanı tətbiq edirəm. Baxın, mən tutaq ki, 12-ci dərəcəni qüvvətə yüksəldirəm ki, köklər içsin burada, mənim başımı qatışdırmasın. Baxın, siz də həmişə belə edin. Olacaq loqaritm. Burada B-nin üstü 4 yaranır. Burada A-nın üstü 12-ni 2-yə bölürsün. Amma bir dəqiqə, pardon, bu kəsirdədir. A-nın üstü 6 yaranır. Burada da olur AB-nin üstü 3. Buradan da biz heç nə elə bilmirik. Amma nə edəcəyimizə indi qərar verəcəyik. Məsələn, mən bu hissəyə diqqətlə baxın, belə bir şey əlavə edirəm. Loqaritm AB əsasından AB yazıram. Baxı, bu 1-i verir. Buradan da bunu parçalaya bilirəm. AB əsasından A üstəgəl loqaritm AB əsasından B. Deməli, sol tərəf 1-i verir. Burada loqaritm AB əsasından A-mız üstəgəl, bu da 3-ü verir. Deməli, AB əsasından A-mızı tapdım. Loqaritm AB əsasından A, səhv yazmayayım, bərabərdir -2. Bura qədər əla. İndi bu yuxarıdakı bizim aldığımız bu vəziyyəti biraz dəyişmək lazımdır. Necə dəyişmək lazımdır?
Məsələn, bunu yerlərini dəyişməyə çalışıram. AB əsasına gətirirəm. Çünki bizə verilən də AB əsasıdır. Burada da bölmədir. Bölməni çıxma ilə yaza bilərəm. A üstü 6 çıxılsın loqaritm AB əsasından B üstü 4. Hə, bax, burada bir dənə şey qarışdı. 3 yoxdur. 3-ü də yazmaq lazımdır. Burada 3-ü qabağa ata bilərik də 3də 1 kimi. Düzdür uşaqlar? 3də 1 kimi qabağa ata bilərəm. AB-nin üstündə 3-2 var idi. Onu qabağa ata bilərəm. Bu da mötərizədir. Bax, qalınlaşdırdığım mötərizədir. Tamam. Bərabərdir. Bərabərdir. Deməli, bundan sonra nə olacağına gəlin bir yerdə fikirləşək. Nə baş verəcək bundan sonra? Nə baş verəcək? Fikir var. Yəni Burada burada A üstü 6 da gələr 6-nı qabağa. AB 6 da qabağa əsasından gəlir, A qalar. 4 də qabağa gəlir. Onda belə bir şey eləyək də 3 çıxsın yuxarı, lap yuxarı çıxsın. 3 çıxsın yuxarı. Buradan 6 vurulsun. Loqaritm AB əsasından A-nı tapmışıq axı. Bayaqları burada, burada yazdım ki, -2-dir. Demək, onun yerinə -2 qoyacağam. Demək, 6 vurulsun -2 çıxılsın. Buradan da 4 vurulsun. Loqaritm AB əsasından B-ni də özü verir. 3. Məsələn, misal alındı. Yəni, burada dediyimiz kimi biraz qorxmamaq lazımdır. Bir də işləmək lazımdır. İndi ola bilər ki, cavabı səhv alsam düzəldərsiniz də. Burada nəsə baxaq görək nədir bu. -24-də 3. Yox, cavab düzə gəlir. -8-də 1. Y variantında alandır. Yəni, fikir verin, bu sualın yəni gedişatı bizə lazımdır. Məsələn, necə elədik? AB əsasına gətirdik və yaxud orada mən düzdür, bunu belə eləmək olardı. Veriləni tərs çevirim və yaxud 3də 1-ə bərabər götürüm də əsasdan yerini dəyişim. B əsasından AB yazım. Mən bu yolu tərcih elədim. Yəni AB-yə toxunmadım və o birim hissədə də AB-ni neynədim? Aşağı sürüşdürdüm və bu vəziyyətlə cavabı aldım. Bax, belə sualları öyrənmək lazımdır. Maraqlı bir şeydir. Məsələn, burada ən asan suallar da var. Məsəl üçün, Hasan nə mənada asan? Məsələn, 18 nömrəli sual var test üstdə. Həmin cərgədədir. Görürsünüzmü? Test üstdə 18-ci sual. Məsələn, burada 3 əsasdan 27 faktorial verilib. Biz bunu rahat şəkildə parçalaya bilirik. Elə deyil. Yəni, bunu parçalaya bilərsiniz. Amma məsələn, 19 yəni hesablama xarakterlidir. Gəlin bu 19-da yazaq. Sualınız yoxdursa elə 19-u da artı yazaq. 18-i özünüz yaza bilərsiniz. Məsələn, elici 4 x-i verib deyir. Elici 4 x-i verib. Elici 3 y-i verib. Loqaritm 5 əsasından 0,18 bunu hesablamaq lazım. Təbii ki, bu halda elici əsasına keçməyə dəyər. Elici 0,18 bölünsün elici 5. Bir əsasdan digərisi keçmək üstürü. Bu 18, %18 yaza bilərsiniz. %18-i də çıxmanın qaydasından gedə bilərsiniz. Nəticədə elici 5-i də elici 10 çıxılsın elici 2 yaza bilərsiniz. 12. 100 bizim 2-imizdir. Elici 18-i qıraqda da hesablaya bilərsiniz özünüz üçün. Yəni elici 18, elici 2 vur 9 göstərməlisiniz. O da elici 2 üstəgəl elici 9-dur da, doğrudur. Elici 9-u buna görə tapacağıq. Elici 2-ni də buna görə tapacağıq. Yəni elici 2-nin yerinə nə yazacağıq? X bölü 2 yazacağıq. Əgər tutaq ki, burada çətinlik çəkirsinizsə tələsməyin. Buradan 2 elici 2 yazacaqsınız. Bərabərdir x. Və sonra görəcəksiniz ki, elici 2-ni x bölü 2 kimi yazmalısınız. Tamam, onda biz burada elici 2-nin yerinə x bölü 2 yaza bilərik. Elici 9 da eyni qayda ilə olacaq. Y bölü 2 idi deyəsən. Baxın, bir dəqiqə. Yox, burada artıq 2y-dir. Düzdürmü? 2y-dir. Nə üçün? Elici 3y-dirsə, biz axı 9 3-ün kvadratıdır. 2 də qabağa vurulur. 3 qabağa vurulur. 2 elici 3-dür. Elici 3-ün yerinə y qoysaq 2y olur. Buranı düzəldəndən sonra aşağıya keçirik. Aşağıda elici 11-i verir. Elici 2 də bayaqları tapdıq ki, x bölü 2-dir. O da bərabərdir. Hər tərəfi birinci mötərizəni açın və hər tərəfi 2-yə vurun. 2-yə vuranda 4 çıxılsın x
çıxılsın 4y olur. 2-yə vuranda 2 çıxılsın x olur. Baxın görün belə bir şey düzdürmü? Bəlkə səhv yazdım hardasa, bir dənə fikir verin məndə. Varmı belə bir cavab? 2, 4 LG100 ilə LG18-in yerini səhv yazmısınız. Ona görə birinci LG18 çıxılsın, LG100 olmalıydı orada. Bəli. Bəli. Ona Burada görə. 18 çıxılsın 100 olmalıdır. Vaxtında dediniz. Təşəkkürlər. Bunu belə götürək. Yəni əslində maraqlı suallardan biridir. Yəni bu formalı suallar həmişə düşür. 18 çıxılsın elci 100 olacaq. Burada yerlər dəyişəcək. Onda belə çıxır ki, bura ilə yazıram -2, burada üstəgəl düzəltdim. Bura -4 oldu. Bura üstəgəl x oldu. Burada üstəgəl 4y oldu. İndi bu cavab yəqin ki, cavabda olacaq. Deyəsən A variantıdır. X üstəgəl 4y A variant. 4 və A variantı doğru cavab olmuş oldu. Yəni nələrsə verir və nəyisə hansısa bir loqaritmanı soruşur. Populyar suallardan biridir. Burada da müəyyən hesablamalar tələb olunur. Yəni belə suallardan da müəllimlər qarşılaşa bilir. Bunu da belə yadımızda saxlayaq. Test 4-də 2-yə də bir zəhmət olmasa baxa bilərik. Hə, test 4-də 2-də kimin sualıdır o? Mənim. Kübra mənim. Hə, Kübra müəllim. Loqaritm 3 əsasından A-dır. Bizə deyir ki, bu ədəddir, bu bir ədəddir. Bu ədədin tam hissəsi var. Aydındırmı? Bu tam hissəsidir. Bu kiçik olmalıdır özünün kəsri hissəsindən. Təbii ki, mən bura elə ədədlər qoymalıyam ki, bu şərt düz gəlsin. A-nın 0-dan böyük olması loqaritmaya görə doğrudur. Yəni biz bunlara fikir verməliyik. A-nın 0-dan böyük olması şərti mütləqdir. Oldu mu? Aha, bu birinci A. İkinci A. Biz bunun üçün yəni nə dedik? Tutaq ki, 0-dan 1 arasında baxa bilərik A-ya. Və yaxud da Onda 1 ilə 3 arasında yerləşən. aha. Deməli, əgər biz baxın A-ya 1 qoysaq, hələlik belə bir baxın. Loqaritm 3 əsasından 1 bizə verəcək 0. Təbii ki, 0 ikisidir, 0 ödəməyəcək, amma bərabərlik ödəmiş olur. Burada deməli 1-in rolu var. 100%, bir daxil deyil. Tənliyib bərabərlik düzəltmişiksə, deməli bu. Bu birinci hal. 1 bizdə olmalıdır işin içində. Tamam, 3 qoysaq, loqaritm, bir növ şey kimi baxıram da, hələ ki görək bu bərabərlik hallarındadır. Görəcəm yenə də bu 1-i verəcək. Yenə də görəcəm sağ tərəf 1-in tam hissəsi, yəni 1-dir. Kəsr hissəsi nədir? Bax, bu da önəmlidir. 1-in tam hissəsi 1-dir. Kəsr hissəsi 0. 0 tam hissəsi. Tamam. Demək ki, istənilən tam ədədlərə baxsaq, yəni nə mənada tam ədədlər? Məsələn, 9 qoyuram A-nın yerinə. Artdıqca deməli Necə? şərt ödənmir, elə deyim. Artdıqca şərt ödənmir. Yəni 1, 9, sonra məsələn 2 olur da onun tam hissəsi 0-dan neçədir? Kəsr hissədən böyük olmur, daha doğrusu kiçik olmur. Buna görə mənfi hissəyə baxmaq lazımdır, elədir. Bəli, baxın görürsüz 1 ikisidir 0 düz deyil. 2 ikisidir 0 düz deyil. Yəni get-gedə. İndi məsələn desəz ki, şeyə baxsaz, məsələn müəllim 3 əsasından tutaq ki, tam ədəd olmasın da, fərqli bir ədəd olsun. Məsələn tutaq ki, 8 qoyun, baxın. Yəni belə. Orada tam hissə 2 olur. Xırda hissə zaten 0-dan 1-in arasındadır da. Daha mümkün deyil, ödəməyəcək. Bu belə. Yəni belə deyək də sadə dillə bu formada baxa bilər. Demək biz 3-dən böyük hallarına baxa bilmərik. Bu getdi. 3-dən böyük halları, A-nın 3-dən böyük halları mümkün deyil. Demək nə qaldı əlimizdə? 3-dən kiçik halları qaldı. Və 0-dan 1 arasındakı vəziyyətinə baxaq. 0-dan 1 arasında. Yəni A-nın 0-dan 1 arasındakı vəziyyətində bu tam hissənin kəsr hissədən kiçik olub olmadığını yoxlayaq. Məsəl üçün bir nümunə üzərindən yoxlayıram. Loqaritm 3 əsasından tutaq ki, 3-də 1 götürdüm. Mənfi 1 olduğunu bilirəm. Bu zaman mənfi 1-in də kəsr hissəsi 0. Yəni bu düz gəlir. Fikir verdiniz, buna mənfi 1-i verdi. Demək mənfi 1 0-dan kiçikdir. Doğrudurmu? Kəsr hissəsi. Deməli,
A-nın 0-dan 1 arasında vəziyyətində heç bir problem yoxdur. Evet, Səbəb 0-dan 1, bir de 1'den 3'e qədər olan aralığı götürərik. səbəb Çünki odur ki, 0-dan aşağılarda biri mənfi birdən olduğu için. böyük, bəli, biri bunu qrafik formasında da baxmaq olar. Yəni burada biz görürük ki, mənfilər alınır. Mənfilər alındıqca da tam kəsilirsə zaten 0-dan 1-in arasındadır və bu zaman cavablar ödəyir. Onda belə çıxır ki, A 0-dan 1-in arasında tam doğru gəlir və biz A-ya 3 qoyanda 1 almışdıq. Bu çox önəmlidir. A-ya 3 qoyanda almışdı. Yəni burada uşağı yanıldan nə ola bilər? Məsəl üçün, bəlkə 3-dən kiçik ədəd də ödəyir, yanıldan yox, yəni 3-dən kiçik ədəd də ödəyə bilərmi? Bir onu yoxlayım da, məsəl üçün 1-dən böyük, 3-dən kiçik. Elə 1-i qoymuşduq, 1-i qoyanda ödəməmişdi, düzdür? 1-i qoyanda ödəməmişdi. Məsələn, 2-ni də qoyub yoxlaya bilərsiniz, heç bir problem yoxdur. Yəni qrafik formada da artan funksiyadır. Yəni deməli loqaritmanın 3 əsasən x-in qrafiki belə idi. Belə idi. Və biz burada əgər x-a 1 qoysaydıq, yəni 0 alırdı. İndi təsəvvür edin ki, biz 3 qoyanda 1 alırıq. 3 qoyanda 1 alırıq. Düzdürmü? X-a 3 qoyanda. Deməli 2 qoyanda demək 0-dan 1-in arasında bir ədəd alacaq. Yəni 3 əsasdan 2-nin 0 neçə olduğunu bilirik. 0 neçənin tam hissəsi 0-dır. Yəni əslində burada qrafik formadan diqqətlə baxsaz, qrafik formadan daha rahat görə bilərsiniz. Nədən görə bilirsiniz? Yəni tam hissələr 0-dan 1-in arasında olsa, yəni 0 tam neçələr olsa, 0 tam neçələr düz gələcək hər zaman. Deməli, ona görə bayaqları mən dedim ki, buna fikir verək. Məsələn, 1-dən 3-ün arasında demək ödəyəcək. 1-dən 3-ün arasında ödəyəcək. İndi bir də 0-dan 1-in arasına baxın qrafikə. 0-dan 1-in arasında nə görəcəksiniz? X-a 0-dan 1-in arasında qiymətlər qoyanda. Yəni mənfi tutaq ki 9 tam neçələr, mənfi 100 tam neçələr verəcək. Bu da ödəyəcək. Niyə? Çünki tam hissələri mənfidir. Kəsr hissə zaten həmişə müsbətdir. Mənfi müsbətdir. Yəni bu tam ödəyir. Plus 3-ə kimi də ödəyir. Yəni onun 1-ə çevrilən halına kimi də ödəyir. Yəni bu tiplər həmişə belə həll olunur. Ona görə də biz nə qərar verəcəyik? A-ya 0-dan böyük, neçədən kiçik, 3-dən kiçik, 3-ün özünü götürmək olarmı? Ama Olmaz. 1 de olmaz. 3 de götürmək olmaz. Onda bir də 1-i götürmək olmaz. Doğrudurmu? 1-i götürəndə nə üçün olmur? İkisi də 0 yaranır. Deməli, burada qırılma baş verir. 0-dan 1-ə kimi, birləşmə 1-dən 3-ə kimi. 1'den 3'e gidiyor. Yəni əslində bu yol daha rahatdır. Məncə qrafik yolundan görmək daha rahatdır. Yəni o biri yoldan çətin ola bilər, qarışıq ola bilər. Ona görə biz həmişə belə baxacağıq olaya. Bir loqaritmik ifadənin, məsəl üçün tam hissəsinin kəsr hissədən kiçik olması soruşulursa, biz 0-dan 1-in arasına bir baxmalıyıq. Oldu mu? Yəni bu arada ödəyib ödəmədiyini, o da ödədi. Burada gördüyümüz kimi. Çünki əsas 1-dən böyükdür. Bu çox önəmlidir. Əsasın 1-dən böyük olub olmaması halı. Bir də gördüyünüz kimi 1-in özünü almır. Loqaritm hissəsindən 1 bu hissədir. Ödəmədi. Ödəmədiyinə görə onu 1 götürmək olmaz. Ona görə 0-dan 1 ödəyir. Plus 1-dən sonra 3-ə kimi hamısı ödəyir. Amma 3-ün özü də ödəmir. Bunu həm şəkildən görə bilirik, həm də dediyim kimi bu cür yanaşmadan görə bilirik. Yaxşı. Məncə yekunlaşdıraq. Yaxşıdır. Yəni çətin suallardır, işləmək lazımdır. Ola bilər ki, siz gələn dərs üçündə loqaritmik funksiyalardan imtahana necə suallar düşür, onlardan bir neçəsini verərəm sizə. Baxarsınız ki, necə həll edirsiniz. Bir baxarıq, yoxlayarıq, belə eləyərik. Yaxşı. Oldu. Anladım. Gedəniz Yani de buyurun. tənliklərdən işləyək biraz. Hə, Yoksa tənliklərdən işte işləyin biraz. funksiyadan Çünki devam edək. tənliklərə keçid edə bilərsiniz rahat şəkildə. Lazım olsa mən özüm bəzi şeyləri deyərəm sonra. Siz baxın, qaydanı oxuyun, işləyin. Oldu. Oldu. Gecəniz Çok xeyir. sağ olun. Sağ olun. Sağ olun. İyi de- Sağ olun. Sağ olun.